Uhud döyüşü idi, hamı qaçmışdı. Peyğəmbər deyirdi, hara qaçırsınız? Qaçırdılar. Peyğəmbər tək qalıb. Ya Həzrət Əli əleyhissalam bir də bir nəfər oyla dayanıb vuruşur. Peyğəmbər sallallahu ona dedi ki, sən get. Dedi ki, hara gedim? Narahat olma, razıyam səndən, get. Bir addım attı, dayandı, dedi ki, bəs bu Əli neynir sənin yanında? Peyğəmbər sallallahu buyurdu ki, o heç də o Əlidir, sən get. Deyir, dayandı, dedi, yox. Getmək yaxşıdırsa Həzrət Əli getsin. Qaldı deyib vuruşdu. Bu dində belə cəhətlər var. Get deyir, yəni getmə. Biri gəldi dedi, ya Əmir əl-Möminlər əleyhissalamdan, Peyğəmbər aləmlərə rəhmətli dedi, bəli, bəs kafirlərə də buyurdu, bəli. İşarə ilə danışır ki, fürsət olsun kafirlər də ayılsın. Desinlər inşallah başa düşmədi. Əlinin əlindən tutur, deyir, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir. Fikirləşsən, Harunla Musanın nisbəti nədir? Bir qardaşdılar, bir də onun canişinidir də. Musa gedəndə Harunu yerində qoyurdu. Fikirləşirsən, bu mənim Peyğəmbərin canişinidir.